Hər birinizi salamlayıram. Bugün öhdəmizə götürdüyümüz, yəni üstümüzə aldığımız rollarımızdan, etiketlərdən danışmaq istəyirəm biraz. Hansı ki, bunlar bir çox hallarda bizə çox mane olur, bizim inkişafımıza, ümumiyyətlə özümüz olmağımıza. Yəni ümumiyyətlə münasibətlər nə qədər belə deyək də, müəyyən etiketlər, rollar olmadan həqiqətən də sadəcə özümüz olaraq, özümüzü bilərək, fərqində olaraq münasibət qurduqda bir o qədər uğurlu ola bilir və bir o qədər yəni belə deyək də, həm qarşılıqlı şəkildə sevgi mübadiləsi olur, həm sevib sevilmək, eləcə də daha rahat şəkildə yaşaya bilirik. Amma bizə uşaqlıqdan öyrədilən, hansı ki, yaxşı qız olmalısan və ya yaxşı oğlan olmalısan, bir çox hallarda bu daha çox qızlara aid edilir ki, qız uşağı çox danışmaz və ya da ki, qız uşağı çox səsli gülməz, çox qısa geyinməz, hansı ki, geyiminə görə bir çox hallarda qızlar əxlaq damğası yeyirlər. Bu kimi məsələlər təbii ki, bizim inkişafımıza çox mane olur, belə deyək. Və nə qədər yəni özümüz ola bilirik və özümüzün fərqindəyik, nə istədiyimizin, nə istəmədiyimizin, nə qədər bunları ifadə edə bilirik, nə qədər yəni həqiqətən də bir münasibətdə bütün çılpaqlığımızla, həqiqətən, yəni belə deyək də, qüsurlarımızla özümüz olaraq davam edə bilirik, özümüz olaraq ola bilirik. Çünki əslində bəlkə də sən özünlə nəzər yetirsən və fikir versən öz münasibətlərinə, bir çox hallarda münasibətlərdə nə qədər maskalanırıqsa, o münasibətlərin sağlıqsız, toksik hal olması və eləcə də qırılması və bitişi qaçınılmazdır, çox təəssüf ki. Hətta deyərdim, yəni bir insanın maskalanıb özünü gizlətməsi maksimum 2-3 ay çəkir. Yəni bunu bir çox hallarda biz görə bilirik. Bəzən olur ki, biz düşünürük ki, bəlkə də dözsəm, bəlkə də o dəyişər, hər şey dəyişər, insan dəyişəndir. Bəli, insan dəyişəndir, amma insan bunu həqiqətən də fərqində olaraq, bilərək, yəni ki, hansı ki, belə deyək də, onun nə qədər ona zərər verdiyini görərək dəyişməyə nə qədər ki, açıqdırsa və nə qədər istək edirsə və hərəkət edirsə, addım atırsa, o qədər yəni dəyişəcək təbii ki, dönüşəcək. Amma bəzi şeylər var ki, onlar yəni belə deyək də, bəzi insanlar var ki, çox da dəyişimə açıq deyillər. Yəni onlar özlərində bir növ o qüsuru görmürlər və daha çox başqa insanları, yəni ətrafı günahlandırırlar. Və bizim cəmiyyətdə xüsusən o qədər yəni yaxşı, pis, doğru və ya yanlış etiketləri həddindən çoxdur ki, bizə o qədər çox mane olur ki, bu. Yəni biz bir çox hallarda maskalanmaq məcburiyyətində qalırıq. Burada bir şeyə qeyd etmək istəyirəm ki, bəzi məqamlarda biz maskalana bilirik, hər birimiz. Yəni bu qaçınılmaz bir şeydir. Çünki müəyyən sosial normalar var və onlara mütləq ki, riayət etməliyik. Yəni bu qaçınılmazdır. Amma elə insanlar var ki, onlarda bu qorxu həddindən çox yüksək dərəcədədir və bəlkə də bu ona çox mane olur ki, insanlarla münasibət qurmaqda. Ya ümumiyyətlə sosial fobiya şəklində özünü göstərə bilir və insanlarla münasibətdən qaçır və ya da ki, o qədər yəni fədakar, xilaskarlıq rollarına girir ki, yəni bu rollara baxmaq lazımdır, bu etiketlərə baxmaq lazımdır ki, bunlar həqiqətən də mənə hazırki nöqtədə xidmət edir ya yox. Yəni belə deyək də, mənim inkişafımı hazırki nöqtədə dəstəkləyir, yoxsa ki, mənə mane olur. Yəni bunlar çox önəmlidir. Xüsusən də inkişafa başlayırsansa, nə qədər yaxşı, pis, doğru, yanlış, malı məli dediklərim varsa, bunlara baxmaq lazımdır mütləq şəkildə. Çünki bunlar bir çox hallarda bizi özümüzdən qoparan şeylərdir. Məsələn, mənə sual versəniz ki,
özümü tanımaq üçün nə edeyim? Əvvəla onu deyərdim ki, rollarından özünün fərqində ol. Nə qədər yəni özünə rollar bir növ belə deyək də götürmüsən öz öhdəliyinə və bəlkə də bu ailəndən irəli gəlir. Bir çox hallarda təbii ki, ailədə, ətrafda bunlar bu rolların formalaşmasında önəmli rol oynayır. Bir çox hallarda biz ümumiyyətlə çox sağlam psixolojik belə deyək də olacaq bir mühitdə, bir ailədə böyümədiyimiz üçün ona görə də bir çox hallarda özümüzə belə bir rollar belə deyək də almışıq. Məsələn, həddindən çox xilaskar bir insan əslində xilas edilməyə bəlkə də özünün ehtiyacı var. Sadəcə bunu çölə dönüb şəkildə eləyir. Xilaskar rolunu oradan götürüb ki, uşaqlıqda həddindən çox anası və atası arasında qalıb və həddindən çox mübahisə olan, belə deyək də, psixoloji olaraq çox uşaq pozisiyasında olan bir ailədə, yəni ailə üzvləri tərəfindən böyüdülüb, valideynlər tərəfindən böyüdülüb və dolayısıyla onun yəni bu rolu öhdəsinə götürməsi çox normaldır. Və burada biraz öz həyatımdan toxunmaq istəyirəm ki, bir ara, yəni bir müddət ümumiyyətlə məndə də bu rol olub. Amma bu rollara dönüşdürmək təbii ki, asan olmasa da mümkündür. Təbii ki, burada terapiyalar və eləcə də özlərində iş çox önəmlidir. Yəni bir şeyin həqiqətən də fərqində olmaq ki, ümumiyyətlə bu rol məndə var və niyə var, hardan qaynaqlanır və mənə zərərmi verir, yoxsa xeyirmi? Yəni bunları bir baxıb ayırd etmək çox önəmlidir ki, irəliləmək üçün. Və daha sonra isə mən başa düşdüm ki, mən insanlarla kontaktı çox sevirəm. Hansı ki, insanlar məndən gəlib məsləhətlər alırlar və ya da ki, məndən bir şeylərə dəstək alırlar. Mən bunu artıq öz işimə çevirdim. Hansı ki, daha sonra artıq qərar verdim ki, bu rolumu kimlərisə xilas etmək, xüsusən münasibətlərdə, şəxsi münasibətlərimdə kimlərisə xilas etmək əvəzinə bunu dönüşdürə bilərəm. Yəni hansı ki, daha çox bunu iş şəklinə sala bilərəm və ondan sonra isə artıq qərar verdim və qərarımı verdikdən sonra da təhsil almağa başladım psixologiya üzrə və belə-belə dönüşdürdüm yəni bunu. Və səndə də bunlar ola bilər. Amma bunlar dönüşdürülə biləcək şeylərdir. Yəni düşünürəm ki, rollarımızı əslində işlərimizə çevirə bilərik. Yəni maddiyyata çevirə bilərik. Heç bir halda travmaların, hər hansı bir üstümüzə götürdüyümüz rolların düşünmürəm ki, yəni bunların hər bir halda bizə çox faydası var. Yəni faydası olmayan bir şeyin bizdə olma ehtimalı düşünürəm ki, çox azdır. Sadəcə tərəziyə qoyub baxmaq lazımdır ki, hansı daha çox ağırlıq təşkil edir. Və həddindən çox fədakar olan insanlar haqqında biraz danışmaq istəyirəm. Ki, o qədər ki, uşaqlıqda böyük ehtimal ki, görülməyib və ya da ki, çox acı verici bir şeydir də. Yəni uşaq sevilməyib. Xüsusən də bunu ailənin böyük uşaqlarında fədakarlığı çox görə bilirəm. Hansı ki, fədakarlıq bir də ipin ucunda narsizm. Və fədakar insanlarda çox vaxt narsistlərin qurbanı olur, yox. Amma burada qaçırdığımız bir məqam var ki, fədakarlığın özündə belə narsistlik var əslində kökündə. Çünki fəda nə qədər olsa da orada kar da var. Yəni sənin fayda əldə etdiyin o karın nədir ki, sən ondan əl çəkə bilmirsən, yəni fədakarlıq rolunu buraxa bilmirsən. Çünki fədakar insanların bir çox, belə deyək də, bir çoxlarında analiz etsək görərik ki, kontrol etmə var əslində. İnsanlara güvənmir və kontrol etməyə çalışır. İnsanları idarə etməyə çalışır. Ona görə fədakarlıq edir əslində bir yerlərdə. Və düşünür ki, o beləliklə insanları kontrol edə biləcək ümumiyyətlə vəziyyətləri, situasiyaları. Çünki o qədər qorxunçdur ki, həyat onun üçün, yəni güvənilir bir yer deyil. Ona görə bu rolu bir növ öz öhdəsinə götürüb, bu şəkildə maskalanmağa çalışır. Və fədakar insanın bir qədər həqiqətən də mən deyə bilməsinə çox ehtiyac var. Çünki nə qədər ki, fədakarlıq eləyəcəksə, bir o qədər də qurban roluna düşəcək. Yəni özünü qurban kimi görəcək. Hansı ki, mən yaxşılıqlar eləyirəm, mən bu qədər şeylər edirəm, amma məni dəyərləndirən yoxdur. Mən tərk olunuram.
və ya da ki, ümumiyyətlə mən görülmürəm. Bəlkə də mənim etdiklərimin mən qarşılığını ala bilmirəm sanki. Burada balansı da qoruya bilmək çox önəmlidir. Ümumiyyətlə münasibətlərdə balansı qorumaq çox önəmlidir ki, biz nə qədər verici oluruqsa, o qədər yəni alma potensialımız da azalır. Çünki bunu bir 100%lik bir şkalada düşünsək, onun çoxusunu, yəni 70-80%-ni biz veririksə, bunun yerdə qalan boş hissəsini də qarşı tərəf verir. Bu istər dostluq olsun, istər şəxsi münasibətlər fərq etmir və dolayısıyla biz nə qədər yəni özümüzdən veririksə, nə qədər fədakar oluruqsa, o insana az bir növ yer tanımış oluruq əslində. Yəni bu da çox sağlam deyil. Həm həddindən çox fədakar olmaq, yəni həddindən çox verici olmaq. Biz həddindən çox verici olduqda, o zaman bir növ qarşı tərəfin də sanki böyüməsinə, çiçəklənməsinə, orada yer almasına sanki mane oluruq. Yəni bunların fərqində olmaq çox önəmlidir. Çünki o qədər yəni belə deyək də, fədakarlığı, yaxşı qız olmağı, ay nə bilim, tutaq ki, başqa nə deyirlər, necəsə ağıllı qız olmağı, ağıllı, çalışqan olmağı o qədər böyüdüblər ki və yaxşı bir şeyə gətiriblər ki, bunun ucunda mənfilikləri görmürük. Yəni mənfi cəhətlərini, bizə zərərlərini görmürük. Hər bir şeyin ümumiyyətlə həyatda iki ucu var. Həm mənfisi var, həm müsbəti var. Bir çox hallarda bizim xüsusən cəmiyyətdə çox şey o qədər yəni bir növ orta dərəcədə görmürlər də, ancaq yaxşı və ya pis, doğru və ya yanlış bu şəkildə və bunlar çox mane olur və bir növ oradakı həqiqəti görməyimizə çox mane olur. Belə. Həqiqətən də yəni özünü tanımaq, yol almaq, irəliləmək istəyirsənsə, bu rollarının fərqində olmağın çox önəmlidir. Özünə baxa bilməyin, özünü görə bilməyin, nəyi istəyib, nəyi istəmədiyin, sərhədlərini qoruya bilməyin. Bundan öncəki videom sərhədlərlə bağlı idi. Bunları bilmək o qədər çox önəmlidir ki, yəni qura bilmək, balanslı şəkildə həm özümüzlə, həm digər insanlarla, yəni bunlar istər-istəməz, bunlar balanslaşdıqca, yəni sərhədlərimizi balanslaşdırdıqca və rollarımızı, daha sonra artıq həqiqətən də səmimi qəlbdən, empatiya quraraq qurduq, yəni ki, münasibətləri qururuq və həqiqətən də o ruh yoldaş dedikləri, yəni ki, ruhən bağ qura bilirik bir sözlə. Artıq biz yaralarımıza görə, egomuza görə, qorxularımıza görə deyil də, həqiqətən də özümüz olaraq orada bir münasibətdə var ola bilirik, bir münasibəti seçə bilirik. Belə. Demək istədiklərim bu qədər idi. Ümid edirəm ki, faydalı oldu. Nələrsə əldə edə bildin. Sualların varsa, suallarını bildirə bilərsən. Ümumiyyətlə, fikirlərini yaza bilərsən. Hansı mövzularda video istəyirsən, bunu da qeyd edə bilərsən. Və ən əsası isə kanalıma abunə olub, yəni izləməyə ala bilərsən. Belə.